Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina eşrefil enbiyai vel murselin. Habibi ilahil alemin. Ebil Kasimi Muhammed ve alihi tayyibine tahirin ve lanetullah alel kavmi zalimin. Allah'a şükürler olsun, bizlere yine de hayat verdi, ömür verdi. Dinimizle bağlı, Əhl-i Beytimizlə bağlı yenidən dərsi davam eləməyə müvəffəq olduq. Allah'tan istəyirik ki, bizi axıra kimi inşallah müvəffəq eləsin. Allah oxuduqlarımızı, öyrəndiklərimizi bizim hidayət olmağımıza səbəb qərar versin. Elə olmasın, öyrəndiklərimiz bizim dindən, Allah'tan uzaqlaşmağımıza səbəb olsun. Allah elə bir günü görsətməsin. Allah'tan istəyirik, dərsimizin birinci günüdür, başlanğıc günüdür. İnşallah Allah duamızı qəbul eləsin, İmam-ı Zamanımızın zuhurunda təcil eləsin, əsl sahibimizi bizə tez yetirsin. Biz bu şeyləri, bu dərsləri əsli sahibimizdən alaq, İmam-ı Zamanımızdan alaq inşallah. Biz yadınızda olsa, bilmirəm, hamı var idi ya yox, o keçən həftə təqdimatda müəyyən qədər müxtəsər də olsa dərs barədə məlumat verdik. Dərsimizin mətni kitabı Əxlaq-ı İslami kitabındandır. Əxlaq-ı İslami. Bu kitab düzdür, Azərbaycan dilində mənə elə gəlir tərcümə olmayıb. Bu kitab görməmişəm. Ola da bilər, bəlkə də tərcüməsi də var. Qum Elmiyyə Hövzəsinin bəzi müəyyən ustadları, alimləri tərəfindən bu kitab təlif edilib, tərtib edilib, yazılıb. Elə hövzədə təhsil alan tələbələr üçün bu kitab yazılıb, 3 cilddən ibarətdir. Kitabın da adı Əxlaq-ı İslamidir, yəni İslami əxlaq. 3 cilddən ibarətdir bu kitab. İnşallah əgər siz də maraqlanarsınız, mən də maraqlanaram. Əgər bu kitabın Azərbaycanca tərcüməsi olsa çox yaxşı olar. Kitabın indi PDF formatını da tapa bilsək, onu da qrupa yerləşdirərik. Əgər olmasa, siz zəhmət olmasa, yəni indi müəyyən qədər, bacardığınız qədər bu dərsdə deyilən mətləbləri özünüz qeyd edərsiniz, özünüz yazarsınız. Ən mühüm məsələlər hansılardır, onları ən azı qeyd eləyə bilərsiniz. İndi dərsin o səs yazması da olacaq, səsi də yazılır, qrupa da inşallah qoyulacaq. O səs yazmadan da istifadə eləyə bilərsiniz. Bəzi şeyləri gördünüz ki, yaza bilmədiniz, yaddan çıxdı, qələmlə düşdü. Onları elə səs yazmaya da qulaq asıb, oradan qeyd eləmək olar. Amma hər halda tutalım kitab olsa da, tərcüməsi olsa da, yenə müəyyən o qeydləri yazıb götürmək lazımdır. Çünki bəzi elə məsələlər olur ki, insanın yadından çıxır. Elə məsələlər yox, çox məsələlər görsən insanın yadından çıxır. Yaddan çıxmasın deyənə, yaddaşda olaraq yazıb götürmək, qeyd eləmək yaxşıdır. Özünüz üçün qeydiyyat dəftəriniz olsa yaxşıdır, orada qeyd edin. Sonradan həm müraciət eləmək üçün və başqalarına da çatdırmaq üçün, başqalarına da demək üçün lazımdır bu şeyləri qeyd eləmək. Kitabın qeyd etdiyim kimi bu kitabın müəyyən bir müəllifi yoxdur. Kitab Qum Elmiyyə Hövzəsində olan bəzi ustadlar və alimlər tərəfindən, bir qrup alimlər tərəfindən tərtib edilib.
və 3 cilddən ibarətdir. Birinci cildi, kitabın özü də dərs şəklindədir. Yəni birinci dərs, ikinci dərs, üçüncü dərs bu şəkildə tərtib edilib. Hər dərsdə müəyyən bir dənə mövzu tədris olunmalıdır. Mən bu əxlaq dərsimiz üçün fikirləşirdim ki, hansı kitabı seçsək, hansı kitabdan oxusaq daha yaxşıdır. Bu kitabı çox münasib bildim. Kitabda yaxşı məsələlərə toxunulub, mühüm məsələlərə toxunulub, aktual məsələlərə toxunulub. Həm dərslik şəklindədir, o cəhətdən də çox yaxşıdır. Məharətli ustadlar tərəfindən tərtib olunub kitab, o cəhətdən də bu kitabın üstünlüyü var. Həm də sadə dildədir. O sadə dildə olması da çox mühümdür. Elmi dildə olanda onu ümum cəmaata demək olmur. Gərək elmi dildə olanda gərək elə bir şəxslərə o kitab tədris olunmalıdır ki, əvvəl o tələbəlik mərhələlərini müəyyən qədər keçmiş olsun. Ondan sonra gəlib bu elmi istilahları, terminləri deyəndə məsələn qarşı tərəf başa düşə bilsin. Amma yox, o müəyyən tələbəlik mərhələlərini keçməyəndə o elmi terminlərlə danışmaq, onunla tədris etmək çox çətindir. Amma kitabın bu üstün cəhəti odur ki, çalışıblar ki, sadə dildə tələbələrə, insanlara bu təhvil verilsin. Kitabın birinci dərsi bundan ibarətdir. Birinci əxlaqın tərifi, ədəbin tərifi və əxlaqla ədəbin fərqi. Əxlaqla ədəb arasında fərq varmı? Əxlaqla ədəb eyni şeydir, yoxsa bunların arasında fərq var? Əgər fərq varsa, bunların fərqi nədir? Bu birinci dərsi sualla başlayırıq. Sual bundan ibarətdir. Biz bəzi insanlarda görürük ki, bəzi insanlar çox əxlaqlı, xoş rəftar, gözəl əxlaq sahibidir. Bəzi insanlar belə deyil, amma bəzi insanlar belədir. Görürsən zahirən əxlaqı gözəldir, xoş rəftardır, həm danışığında, oturuşuğunda, ailəsi ilə rəftarı, övladları ilə, valideynləri ilə, cəmiyyətdə başqaları ilə görürsən ki, xoş rəftardır. Bəzi belə insanlar var. Burada sual budur ki, biz belə şəxsləri görəndə həqiqətən o insan əxlaq sahibidir, yoxsa onda olan şey başqa bir şeydir? Yəni o həqiqi əxlaq deyil, başqa bir şeydir. Əgər başqa bir şeydirsə, o başqa bir şeyin adı nədir? Adı yəni əxlaq deyilsə, bəs onda nədir? Adı ədəbdir, yoxsa ədəbdə deyil, başqa bir şeydir. İstəyirik bu dərsdə bu suala cavab verək. Bəzi insanlarda ki, biz belə bir xoş rəftar, xoş əxlaq görürük. Bu elə həqiqətən əxlaqdır, yoxsa bu həqiqətən əxlaq deyil. Əvvəl biz əxlaqla ədəbi tərif eləməliyik. Əxlaqın mənası nədir? Ədəbin mənası nədir? Əgər insan ədəbli olarsa, bu o deməkdir ki, həm də əxlaqlıdır, yoxsa ola bilər ədəbli olsun, amma əxlaqlı olmasın. Və yaxud ola bilər insan əxlaqlı olsun, amma ədəbli olmasın. Bu şey mümkündür ya mümkün deyil. Bu qəbildən olan suallara cavab vermək istəyirik bu dərsimizdə. Birinci, əxlaqı gərək tərif eləyək. Əxlaq sözü, həmçinin ədəb sözü, ərəb sözüdür. Ərəb sözüdür, biz də öz dilimizdə işlədirik əxlaq sözün. Əxlaq sözü ərəb dilində cəm formasıdır. Xuluq kəlməsinin cəmidir.
Amma biz öz dilimizdə əxlaq sözünü tək formada işlədirik. Ərəb dilində cəm formadadır əxlaq. Əxlaq xulqlar deməkdir. Xulqlar üçün cəmdir, ona görə xulqlar deməkdir. Amma bizim dilimizə ki keçib, əxlaq sözü tək formada işlənir. Əxlaq yəni elə bil ki, elə həmin xulq deməkdir. Öz dilimizdə o xulq mənasına işlədirik. Fars dilində də belədir. Əxlaq tək formada işlənir. Tək formasının mənasını verir. İndi bu əxlaq deməli ərəb dilində xulq sözündən götürülür. Necə ki xəlq deyirik, xəlq, xulq. Bunlar da xəlq də ərəb sözüdür. Xilqət ərəb sözüdür. Sözün əsl mənası yaradılış deməkdir. Əgər xəlq olsa, mənası yaradılış deməkdir. Xulq olsa, xulq da yəni yaradılış, amma fərqli bir yaradılış. İndi deyəcəyik o necə fərqlidir. Əxlaq deməli xulq sözünün cəm formasıdır. Xulq nəyə deyirlər? Ona deyirlər, öz dilimizdə dəqiq tərcümə eləmək istəsək, xulq yəni xarakter. Bir şey ki, xarakterə çevrilsin. Bu insanın xulqu belədir və yaxud deyək, əxlaqı belədir. Yəni, elə bir hala çevrilib ki, xarakterdir, hələm-hələm dəyişən bir şey deyil. Bəzilərində görsən ki, müəyyən bir hala düşür insan, 5 dəqiqədən sonra o halı dəyişir, o hal ondan gedir, başqa bir hala düşür. Məsələn, fərz edin, insan əsəbləşir, halı dəyişir. Amma 5 dəqiqədən sonra o əsəbi hal ondan gedir, normal bir hala düşür, adiləşir, adi bir formaya düşür. Buna əxlaq demirlər, buna xulq demirlər. Əgər dəyişkən olsa belə, tez dəyişsə, buna xarakter deyilmir, buna xulq deyilmir. Xulq və əxlaq odur ki, hələm-hələm tez bir zamanda dəyişməsin. Xarakter halına düşsün, o tez bir zamanda dəyişməsin. Ümumiyyətlə, əslən o xarakteri dəyişmək olar ya, olmaz, dəyişə bilər, dəyişə bilməz. Bu özü də bir dənə bəhsidir. Ki, inşallah soralar yeri gəlsə, onun barəsində danışarıq. Ki, insan xarakteri dəyişə bilər, əxlaqın dəyişə bilər, ya dəyişə bilməz. Alimlər arasında da bu ixtilaflıdır. Elə cəmaat arasında da çox deyilir. Deyəndə deyirlər ki, bu filan kəsin xarakteridir, o dəyişən şey deyil. Yəni, insanların təsəvvüründə belədir ki, bir şey xarakterə çevrildirsə də o dəyişəndir. Bu insanı dəyişmək olmaz. Əgər onun pis xarakteri varsa bu şəxsin, o xarakteri dəyişmək olmaz. İnsanların təsəvvüründə belədir. Amma bəzi alimlər deyirlər, xeyr, bunu dəyişmək olar. Düzdür, çətindir xarakteri dəyişmək, amma hər halda bəzilər deyirlər, dəyişmək olar. Söhbətimizin mövzusu amma o deyil. Deməli, əxlaq xulq sözünün cəm formasıdır. Əxlaq deyəndə insanın batinində olan, insanın ruhunda olan xarakterinə deyilir. Diqqət eləyin, deməli əxlaq insanın batinində, içində yəni ruhunda olan xarakterə deyilir. Zahiri cismində olan yox. İnsanın bir zahiri görünüşü var. İnsanın bir qiyafəsi var. O zahiri görünüşə, zahirdə olan qiyafəyə əxlaq deyilmir. Xarakter deyilmir. İnsanın içində, batinində, o ruhunda olan qiyafəyə əxlaq deyilir. Deməli, elə yazmışsınız ki, xislət demək olar ya yox. Bəli, xislət də demək olar. İnsanın o xisləti. Amma daxildə olan, batində, ruhunda olan xislətidir. Xislət də demək olar. Demək, biz bilirik ki, insan iki şeydən mürəkkəb olub. İki şeyin tərkibidir insan. İnsan bir cisimdən,
bir ruhdan mürəkkəb olub. Bu qərb alimlərinin düşüncəsinə zidd olaraq, əks olaraq onlar deyirlər ki, insanın bir dənə vücudu var, o da insanın cismidir. Cisimdən başqa bir şey yoxdur. Onlar ruh adlı bir varlığı inkar edir. Amma bizim əqidəmiz budur ki, xeyr, insan iki şeyin mürəkkəbidir. Necə ki, su məsələn iki şeydən mürəkkəbdir, hidrojen və oksigendən tərkib tapır, mürəkkəb olur. İnsan da iki şeydən, bir ruhdan, bir də cisimdən mürəkkəb olub. Allah Teala insanı belə yaradıb. İnsanın bir cismi var, bir ruhu var. Bunlar ikisi qarışıb, mürəkkəb olub, insan adlı bir varlıq meydana gəlib. Allah Teala yaradıb. İnsanın cisminin bir qiyafəsi var, zahiri görünüşü var. Hər şəxsin özünə məxsus qiyafəsi var, zahiri görünüşü var. Biri arıqdır, biri kökdür, birinin boyu məsələn 1 metr 50'dir, birinin bir boyu 1 metrdir, 1.70'dir. Hərədə bir cürdür, hərənin bir cür, hər cismin özünə məxsus həcmi var. Necə ki, insanın cismi, zahiri görünüşünün belə bir forması, qiyafəsi var, görünüşü var, insanın ruhu da belədir. Hər bir insanın ruhunun özünə məxsus görünüşü var. Biz onu görmürük. Öz ruhumuz hansı qiyafədədir, hansı görünüşdədir, onu biz gözlə görə bilmirik. Çünki ruhu gözlə görmək olmur. Ruh cisim deyil deyənə biz görə bilmirik. Amma cismimiz hansı formadadır, onu görə bilirik. Özümüzə baxanda görə bilirik. Güzgüdə özümüzü görə bilirik. Formamız necədir, hansı formadayıq. Ruhun da forması var. İnsan o ruhu o formaya salan da insanın özüdür. İnsan özü öz ruhunu müəyyən bir formaya, müəyyən bir qiyafəyə salır. O qiyafənin adı əxlaqdır. Mən bunu demək istəyirəm. O qiyafənin, ruhun, o görünüşünün, qiyafəsinin adı əxlaqdır. Xarakterdir. Əgər insanın xarakteri yaxşı xarakter olsa, onun ruhunun görünüşü, qiyafəsi gözəl formada olar. Yox, əgər insanın əxlaqı pis olsa, xarakteri pis olsa, onun ruhu da, ruhunun görünüşü də, qiyafəsi də elə o əxlaqına uyğun olar. Məsələn, birinin əxlaqı, məsələn, kobud, pis əxlaqı var, heyvan xislətli bir insandır, heyvan xasiyyətli bir insandır. Heyvan xasiyyətlidirsə, onun ruhunun forması da elə həmin o heyvanın formasında olar. Üzr istəyirəm ifadəmə görə. Əgər bəzən deyirlər, filan kəs it xasiyyətli bir adamdır. Əgər it xasiyyətli olsa insan, yenə ifadəmə görə üzr istəyirəm, onun ruhunun qiyafəsi it formasında olar. Birinin, məsələn, deyirlər ki, əgər insan namussuz, qeyrətsiz olsa, bir insan əgər onda namus, qeyrət hissi olmasa, onun ruhunun qiyafəsi donuz sifətli olar. Donuz sifətli insanlar bir qeyrət olar, bir namus olar. Niyə görə? Çünki o heyvanın, donuzun özündə də bu şey var. Ona görə deyirlər ki, donuz əti yeyənin, donuz əti insana qeyrətsizlik gətirər. Donuzun özündə bu şey var. Ola bilsin ki, haram olmasının da bir səbəbi elə ona görədir. Ola bilsin. Bir hikməti ola bilsin ona görə. Xülasə, əxlaq insanın o ruhunun qiyafəsidir, xarakteridir. Amma qalıb indi bu xarakter necə xarakterdir? Əgər gözəl xarakter olsa, onda bəli, onun ruhunun qiyafəsi, görünüşü həmən o gözəl formada olar. Yox, əgər heyvan xislətli, heyvan sifətli bir
əxlaq sahibi olsa, onun ruhu da həmin formaya düşər. Ona görə də deyirlər ki, qiyamət günündə də insan məhşur olanda hansı əxlaqın yiyəsidirsə, hansı əxlaqın sahibidirsə, elə o sifətlə də, o formada da zahir olar. Hətta bəzi ariflərdən nəql edirlər, bəzi ariflər deyirlər ki, Allah mənim bəsirət gözümü açdı. Səhv eləməsəm, mərhum Ayətullah Qulpayqanidən də bunu nəql edirlər. Deyirmiş ki, mən hara gedirdimsə, getdiyim yerdə insanları o zahiri qiyafəsi ilə yox, batini qiyafələri ilə onları görürdüm. Hara gedirdimsə, getdiyim yerdə, fərz eləyin, hərəmə daxil olurdum. Deyirmiş ki, mən hərəmə daxil olanda, hərəmdə ancaq heyvanları görürdüm. Biri meymun sifətdir, biri qoyun sifətdir, biri mal sifətdir, biri nə bilim, hərəmə girəndə bir dənə ya iki dənə insan sifətli bir adam görərdim. Qalanlar hamısı heyvan sifətdilər. Girirdim hərəmə, çox narahat olurdum. Özümü heyvanların içində görürdüm, narahat olurdum, darıxırdım. Mənə çox pis təsir eləyirdi. Çünki insan, fərz eləyin ki, girmirsən heyvanların içində 1 saat, 2 saat, 5 saat, hara gedirsən heyvan görürsən. Deyirdi, mən çox narahat olurdum, çox darıxırdım. Bu hiss məni o qədər narahat elədi. Getdim səcdiyə, Allahdan istədim ki, Allah, bu sifəti məndən götür, istəmirəm. Bu bəsirəti mən istəmirəm. İnsanları elə adi formasında görmək istəyirəm. Elə o səcdəmlə də Allah onu məndən götürdü. Sonra gördüm, elə yenə insanları adi formada görürəm. Əxlaq deməli, insanın o batinində olan, yəni ruhunun xarakteridir, ruhunun formasıdır. O formanın adına əxlaq deyilir. Bayaq diqqət elədinizsə, bayaq dedik ki, o ruhu o formaya salan, yəni o ya gözəl formaya, ya heyvan formasına, o formaya, qiyafəyə salan insanın özüdür. İnsanı öz əlindədir. İnsan ruhunu gözəl formaya da qiyafəyə sala bilər, ya da ki, heyvan formasına sala bilər. Necə ki, cismimizdə belədir, cismin də öz cismimizi özümüzə formaya salmaq da müəyyən qədəri öz əlimizdədir, müəyyən qədəri, hamısı yox. Məsələn, bir insan istəyirsə ki, kökəlsin, məsələn, arıqdır, kökəlsin, gedir müəyyən kalorili şeylərdən istifadə edir. Məsələn, indi onun yolları var da, gedir onlardan istifadə edir, kökəlir. Düzdür, hər adam kökəlmir, indi baxır, o səbəbləri var. Ona görə deyirəm ki, tam əlimizdə deyil, cismimizi formaya salmaq tam əlimizdə deyil. Amma müəyyən hissəsi əlimizdədir. Gedir, idmanla məşğul olur, bədənin formaya salır. Müəyyən bir şeylərlə məşğul olur insan, bədənini formaya salır, gözəlləşdirir. Bəziləri cisminə baxmır, məsələn, qiyafəsi bir çirkin bir formaya düşür. Özünə baxan deyil, təmizliyinə baxan deyil, məsələn. Xülasə, necə ki, cismimizi özümüz formaya salırıq, ya pis formaya, ya yaxşı formaya, ruhumuzu da formaya salmaq, o ruha, o xarakteri gətirmək, onun da müəyyən hissəsi yox, çox hissəsi bizim öz əlimizdədir. Biz dünyaya gələndə, uşaq olarkən, xüsusilə o həddi buluqdan qabaq, biz məsum oluruq, təmiz oluruq. Ruhumuz çox-çox təmizdir. Ruhumuzun qiyafəsi çox-çox gözəldir. Uşaq olarkən nə kin var, nə küdurət var, nə paxıllıq var. Belə bir şeylər yoxdur, nə təkəbbür var. Yavaş-yavaş ki, insan böyüyür. Məxsusən həddi buluğa çatır. Həddi buluqdan sonraki dövrlər, bəli, ondan sonra o həddi buluqdan əsasən insanın o ruhunun formalaşması o həddi buluqdan sonra başlayır.
Ondan sonra bizim ruhumuz əxlaq halına düşür, yəni xarakterə düşür. Ondan sonra başlayır. Yaxşı tərəfə getsən, insanın ruhu gözəlləşməyə başlayır. Nə qədər o əxlaq sahibi olsan, gözəl əxlaq sahibi olsan, elə bil ki, necə ki, insan bədənini, cismini gözəlləşdirir, gedir, idman eləyir, müəyyən şeyləri eləyir, özünü gözəlləşdirir. O əxlaq nə qədər gözəl əxlaqa sahib olsan, ruhun başlayır yavaş-yavaş gözəlləşməyə və çevrilir xarakterə. Yox, əgər o pislik tərəfə getsən, onda artıq insanın ruhu başlayır korlanmağa, insanın ruhunun qiyafəsi artıq pisləşməyə başlayır. Xarakter halına çevriləndən sonra da onu hələm-hələm dəyişmək olmur. Deməli, sözümüzün xülasəsi bundan ibarət oldu. Əxlaq, xulq kəlməsinin cəm formasıdır ərəb dilində. Əxlaq insanın batini və ruhunda olan sifətlərə deyilir, ruhunda olan xarakterlərə deyilir. Ya hansı xarakterə malikdir, hansı sifətlərə malikdir? Ola bilər müsbət sifətlərə, keyfiyyətlərə malik olsun, onda bəli olacaq. Onun xarakteri gözəl xarakter, gözəl əxlaq. Yox, əgər mənfi xüsusiyyətlərə, keyfiyyətlərə malik olsa, bu insan pis əxlaq sahibi olacaq. Və dedi ki, əxlaq elə bir şeydir ki, onu asanlıqla hələm-hələm aradan aparmaq olmur, onu dəyişmək olmur. Dəyişmək üçün çox-çox insan əziyyət çəkməlidir, zəhmət çəkməlidir, onu aradan apara bilsin. Bu, əxlaqın tərifidir. Əgər diqqət elədinizsə, deməli, əxlaq deyəndə, əxlaq sözünün içində 2 dənə məna var. Hər ikisinə əxlaq deyilir. Əxlaq deyəndə həm müsbət keyfiyyətlər, müsbət sifətlər nəzərdə tutulur, yəni gözəl əxlaqi sifətlər. Həmçinin əxlaq deyəndə mənfi xüsusiyyətlər, mənfi keyfiyyətlər, onlar da nəzərdə tutulur. Biz əxlaq deyəndə ancaq gözəl əxlaqı nəzərdə tutmuruq. Əxlaq deyəndə hər ikisinə şamildir. Həm gözəl əxlaq, həm mənfi xüsusiyyətlər, onlara da əxlaq deyilir. Yəni xülasə biz əxlaq sözünü deyəndə istilahən ümumiyyətlə belədir. Əxlaq elmində də belədir. Əxlaq deyəndə həm o mənfi xüsusiyyətlər, həm müsbət xüsusiyyətlər hər ikisi nəzərdə tutulur. Buna deyirlər əxlaq. Bir dənə bir məsələyə də qısa işarə edeyim də vaxtımız qurtarır. Biz bura kimi dediyimiz əxlaqın tərifi idi, əxlaqın mənası idi. Amma elmə əxlaq nə deməkdir? Əxlaq elmi. Əxlaq elmi, əxlaq və əxlaq elmi. Bu ikisinin fərqini demək istəyirəm. Ki, əxlaqla əxlaq elminin fərqi var. Biri var əxlaq elmi, bir də var ki, əxlaq. Biz indi əxlaqın özünü tərif elədik, mənasını dedik. Amma əxlaq elmi bundan fərqlidir. Əxlaq elmi deyəndə başqa bir şey nəzərdə tutulur. O birisi elmlərdə də belədir. Məsələn, biri var fiqh, biri var fiqh elmi. Fiqhin bir mənası var. Fiqh elminin başqa mənası var. Bunlar fərqlidir. Biri var usul, biri var usul elmi. Bunların fərqi var. Əxlaqda da belə. Biri var sərf, biri var sərf elmi. Nəhv, biri var nəhv elmi. Bunların arasında fərq var. Burada da belədir. Əxlaqla əxlaq elminin arasında fərq var. Əxlaq elmi nədir? Əxlaq elmi insana müəyyən şeyləri öyrədir. Elmdir. Elmdir, yəni öyrədir. Müəyyən şeyləri öyrədir. Nəyi öyrədir? İnsana
hansı şeylər müsbət keyfiyyətlərdir, müsbət sifətlərdir. O müsbət sifətləri insana öyrədir. Hansı şeylər mənfi şeylərdir, mənfi xüsusiyyətlərdir, mənfi xislətlərdir. Onları insana öyrədir. Gəlir əxlaq elmi, deyir ki, təkəbbür pis sifətlərdəndir. Adına rəzilə deyilir. Amma təvazukarlıq bu gözəl sifətlərdəndir. Bunları bəhs eləyir. Pislə yaxşı sifəti ayrı-ayrı bəhs eləyir və öyrədir insana ki, hansı şeylər səbəb olur ki, insan təvazukar olsun, hansı şeylər səbəb olur ki, insan təkəbbürlü olsun. Mənfi sifətlərin səbəbləri nələrdir, amillər nələrdir, necə qarşısını almaq olar? Müsbət sifətləri, necə insan müsbət sifətlərə yiyələnə bilər? Bunun səbəbləri, amilləri bunları insana öyrədir. İnsanı əxlaqlı eləmir, insana öyrədir. Ondan sonra insan özü zəhmət çəkməlidir, bu şeylərə yiyələnməlidir. Deməli, əxlaq elmində insan o qaydaları öyrənir, müəyyən şeyləri, müsbət şeylər nələrdir, mənfilər nələrdir və bunların amilləri nələrdir, bunların barəsində bəhs olunur. Amma əxlaqın özü dedik ki, xarakter deməkdir, insanın ruhunda, ruhən malik olduğu sifətlərə əxlaq deyilir. Bizim bu əxlaq dərsini başlamaqdan məqsədimiz o bəzi müəyyən terminləri öyrənmək deyil, tək onları öyrənmək deyil. Öyrənəcəyik inşallah, biləcəyik. Amma əsli məqsədimiz əxlaq deyəndə, əxlaqı öyrənib o əxlaqa yiyələnməkdir. Bəzi alimlər buyururlar ki, əxlaq iki cürdür. Bir müqəddəs əxlaq var, bir məsləhəti əxlaq var. Yəni, cəmiyyət içində belədir, insanlar arasında belədir. Siz özünüz də yəqin ki, görmüsünüz. O məsləhəti əxlaq nəyə deyirlər? Deyirlər ki, məsələn, filan kəs mənim oğlumun toyuna gəlmişdi. Məsləhətdir ki, mən də onun oğlunun toyuna gedim. Mənim yas məclisimə gəlmişdi. Çün o gəlmişdi deyənə mən də məsləhətdir ki, gedim onun məclisinə. Filan kəs mənim oğlumun toyuna gəlməmişdi, mən də ona görə getmirəm onun oğlunun toyuna. O mənə bu hörməti eləyib, mən də ona görə ona bu hörməti eləsəm yaxşıdır. Bu əxlağı adına məsləhəti əxlaq deyirlər. Bu müqəddəs əxlaq deyil. O mənə bu hörməti elədi, mən də ona görə bu hörməti eləyim. Müqəddəs əxlaq odur ki, insan o əxlaqa yiyələnsin Allaha xatir, Allaha görə. Buna deyirlər müqəddəs əxlaq. Bizim bu əxlaq dərsini başlamaqdan məqsədimiz o müqəddəs əxlaqa yiyələnməkdir. Biz istəyirik bu müqəddəs əxlaq sahibi olaq. Filan kəs mənə bu hörməti elədi, mən də eləyim, o bizə lazımdır. Onu cəmiyyət, insanlar elə onu eləyirlər. Onun dəyəri yoxdur. Allah yanında elə əxlaqın dəyəri yoxdur. O əxlaqın dəyəri var ki, o əxlaq müqəddəsdir ki, onu insan eləsin, o əxlaq sahibi olsun Allahına görə, Allah rızasına görə. Bu əxlaq olsa, bəli, bu əxlaq Peyğəmbər əxlaqıdır. Bu əxlaq məsum imam əxlaqıdır. Biz istəyirik belə bir əxlaqa sahib olaq. Allahdan istəyirəm ki, Allah bizi belə bir əxlaqa sahib eləsin. Allah bizə müvəffəq eləsin inşallah. Allahın buyurduqlarını, məsumlarının buyurduqlarını oxuyub öyrənə bilək və əməl edənlərdən olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.